Herkese salam, kanalımıza və yeni videomuza xoş gəldiniz. Meyxanaçı Namiq Qaraçuxurlu 2 dəfə həyat yoldaşı ilə bağlı paylaşım edib. 12 oktyabr mənim üçün özəl gündür. İllər öncə bu gün yüzlərlə insan məni qucaqlayıb toyu mübarək, xoşbəxt ol demişdi. İllər keçdikcə nə qədər doğru bir addım atdığımın fərqinə varıram. Bu illər ərzində çox sınaqlardan keçdik, bir çox çətinliklərə sinə gərdik. Bu ocağın sönməsi üçün günahdan qorxmayan mərd-məzarlar əllərindən gələni etdilər. Belə məqamlarda isə əksinə bir az da möhkəmləndik. İnsanın öz qismətini tapması bu fani dünyada verilən ən dəyərli hədiyyədir. Hədiyyən üçün təşəkkürlər, səxavətli Allahım. Həmin fotonu sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi unutmayın.